Salam, hər vaxtınız xeyir olsun. Növbəti mənzildə işlərimiz davam edir. Səliqəli gördüyünüz kimi artıq sanuzeldə divarçı su qarışdırıcılarımız ustanovka olunub yerinə. Hələ ki ustanovka urvinə vurmaq üçün az hissəsi bərkidilib. Sonra bütün o hissələr hamısı mətanətlə dolacaq. Bu hissədə bizim duşqabının içində olan su qarışdırıcımızdır. Gördüyünüz kimi artıq urvində bərkidilib. Burada ilk öncə nəyə diqqət yetirmək lazımdır? Burada su çıxışlarına diqqət yetirmək lazımdır. Budur, təpə duşudur, gördüyünüz kimi və gigiyenik duşun su çıxışıdır. Nə üçün diqqət yetirmək lazımdır? Bu formada şablonla əvvəlcədən bunu bərkitmək lazımdır ki, gələcəkdə problem yaratmasın. Həm belə urvinə vurmaq lazımdır, həm də ki, belə divar 90 dərəcə olmaq şərti ilə. Gördüyünüz kimi 31 yarım və burada da 31 yarım. Gördüyünüz kimi. Əvvəlcədən bunu belə urvinə vurmaq onun üçün lazımdır ki, kabeldən sonra bura su çıxışları bağlayanda və yaxud təpə tuşu bağlayanda bu su çıxışları ya və yaxud təpə tuşu ya aşağı, ya sağa, ya yuxarı əyri dayanmasın. Əvvəlcədən belə bir şeylərə diqqət yetirmək lazımdır. İlk öncə belə bərkitmək, sonra onları urvinə vurmaq. Sonra isə mətanətlə bu boruların üstünü doldurmaq lazımdır. Sanuzeldə bizim divarçı baçokumuz qalıb. Kanalizasiyana görə burada bir dənə baçok ustanovka edirik. Sonra isə kanalizasiya işləri görüləcək. Bura belə. Bura isə bizim camaşırxanadır. Mənzilin ümumi kollektorini camaşırxanada yerləşdirdik. Bu hissədə isə paltaryuyan üçün su çıxışı vermişik. Oradan isə paltaryuyanın kanalizasiyası hamama keçəcək. Bu kollektor işitində mənzilin opşi su girişinə opşi bir kran yerləşdirmişik. Çünki bu binada balkonlar hazır kafel vurulduğu üçün biz balkona su çıxışı verə bilmirik. Binanın kaldorunda evin ümumi krantı var. Misal üçün ev sahibi bağlayıb gedərsə, hansısa bir qonşu bilmədən o krantı açarsa, ziyan olmamaq üçün ev sahibi deməli bizim burada şurkamız qalıb, bir ədəd radiator borumuz çəkilməlidir. Sonra isə isi döşəməmiz çəkiləcək. Növbəti işlərimizdə də çəkilişlərimiz olacaq. Bizi izlədiniz, haqqınızı halal edin. Çox sağ olun.